Salam, əvvətiniz xeyir olsun yoldaşlar, hepiniz xoş gördük. Dövlət İmtahan Mərkəzinin blok sınaq test topsundan sonuncu sınağın 20 sınağın nizamına baxırıq. Başlayaq birinci sualına. Amonim xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilən sözləri müəyyənləşdirmək lazımdır. Bunları çox rahat şəkildə məslərin maq şəklini artırmaqla da müəyyənləşdirə bilərik. Maq məslər şəklini qəbul edənləri feil kimi düşünək. Məsəl üçün, talamaq feili var, donmaq feili var. Həmçinin tala ismi, don ismi var. Demək, isim və feil kimi amonim ola bilərlər. Amma oynaq, bağça və daraq sözləri isim feil kimi amonim yaratmış olmurlar. Cavab olar A variantı. 2. Hansı nümunədə tabelik əlaqəsinin aslı tərəfi olan sözün tərkibində asıllıq yaradan şəkilçidən istifadə edilməmişdir? Yəni burada cavab olmalıdır. Nə edir? Görünür. Nə görünür? Dağlar. Baxsaz, mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsində baş sözlər arasında göstəricisi nədir? Şəxs sonluğudur və ya xəbərli şəkilsidir. Burada da nə? Şəxs sonluğu falan yoxdur. Cavab olar A. Şuşanın yolları olduqca rahatdır. Rahatdır Şuşanın yolları. Baxsan, cümlə özləri arasında xəbərli şəkilsi, söz birləşməsinin komponentlərində də hal və mənsubiyyət əlaqə yaradan şəkilsi kimi işlənmişdir. Sonra Laçından qayıtmışdıq. Yenə hal şəkilsi var, şəxs sonluğu var. D-də verilən nümunədə yenə şəxs sonluğumuz var. E-də verilən nümunədə hal şəkilsi, uzlaşma deyirəm, idarənin göstəricisidir burada. Düzdür, şəxs sonluğu var, amma bu cümlədə uzlaşma əlaqəsi işləməkdir, heç ona baxmamıza ehtiyac da yoxdur. 3. Altına xətt çəkilən sözlər əsasında uyğunlaşdırmaq lazımdır. Çox yaşamaq, çox feili izah edir və hərəkətin miqdarını bildirmiş olur. Çox zülmlər görmüş, zülm isimdir, çox orada ismi izah etdiyinə görə say mövqeyində olmuş olur. Yenə az aşım, burada da əşyanın miqdarını bildirmiş olacaqdır. Biz D-də verilən, C-də verilən nümunəndə buna yazmış oluruq. Birinci sözü sıra bildirən saydır. Miqdar falan bildirmir. Ona görə 1-ə A gedər, 2-də B ilə C gedər. Üçüncü sualın cavabı. Cinayət və cəza bir budaqda boyatır. Burada bir sözü saydır. Bir sözü eyni sözü ilə əvəz oluna bilər, üslubu funksiyadır. Bu da həmin mövqedədir. Cinayət və cəza eyni bir budaqda boyatır və bu onun əvəzli olmağına dəlalət eləmir. Sadəcə olaraq kontekst daxilində bir əvəz etməsidir. Ona görə cavab olmalıdır E variantı. Bir ədat deyil, saydır. Əsaslı hissəsidir. Buradan yola çıxası olsam, A-dır, B-dir, D-dir. Sanki biraz A-la bir daha çox ədat mövqeyində qurulan variantdır. Cümlənin əvvəlində işte fikir mənası dəyişməz. Niyə dəyişmək ki? Burada eyni, burada isə miqdar mənasında qalacaq. Bir sözü numarativ söz kimi işlənmir. Numarativ sözlə işlənə bilər, amma numarativ söz kimi işlənmir. Soyuq münasibətdə soyuq hava kimi adam üşüdür. Soyuq münasibətdə məcazi, soyuq havada isə həqiqi mənadadır. Demək, söz birləşməsinin aslı tərəfləri üçün eyni olan ifadə vasitəsidir, sualıdır və həmçindəki müstəqil cümlə üzvü olmasıdır. Konkret ismə yox, mücərrəd şümayədə olub burada münasibət sözündə. Həqiqi yox, məcazi mənadadır soyuq münasibətdə. Cavab 1, 2 və 5-də verilən fikirlər. Sonra həm əsas, həm də köməkçi nüsxə kimi işlənən, yerinə görə deyilişi və yazışı fərqlənən sözləri müəyyənləşdirmək lazımdır. Burada sanki sualda qüsur var. Çünki xülasə sözü yazılışı və deyilişi arasında fərq yoxdur. Xülasə məna taylarının bir-birinə münasibətində deyilişində fərq var. Amma yazılış və deyiliş arasında fərq yoxdur. Ancaq əsas nüsxəsi kimi işlənmir. Yalnız vurğuya görə mənası dəyişir və bunun da deyilişi və yazılışı arasında heç bir fərqli məqam olmur. Ümumiyyətlə sözü isə əsas nüsxəsi kimi işləmir. Burada cavab sadəcə 4-də verilən nümunədir. Müxtəsər və müxtəsər şəklində işlənir. T, D-yə keçir. Yazış deyişdə fərq var. Həm əsas, həm köməkçi kimi işlənə bilir. Burada sadəcə 4-də verilən şərtimiz ödür, qalanları ödəmir. Natamamlıq var sualda. 7. Eler-Venn diaqramı əsasən yol verilən səhvləri düzəltmək üçün hansı rəqəmlər yazılmış fikirlərin yeri dəyişdirilməlidir? Ya baxaq. Demək, bağlayıcısız işlənə bilər. Birinci verilən nümunədə biz burada amma bağlayıcısını ata bilərik. Hərçənd başqalarının səhvində dözmürsən, öz səhvlərini də görmürsən. Şəklində işlətməyimiz mümkündür. Eləcə də ikinci verilən nümunədə özünü elə apar, dost düşmənə çevrilməsin. Demək, hər ikisini bağlayıcısız da işlənə bilər şərtinə ödəyə bilərik. Və yaxud da ki, hərçəncə də bilərsən də, başqalarının səhvində dözmürsən, öz səhvlərinə dözürsən variantında işlətmək mümkündür. Oradan bağlayıcı çıxartmağımız mümkündür. Demək, bir də verilən fikir ortaq cəhətdir. Biz 1 ilə dəyişməliyik. Nəyi dəyişə bilərik? Varianta baxsınız 1 ilə 3 dəyişə bilər, ya 5 dəyişə bilər. Bunlara baxsınız, sualın cavabı çıxır. 1 ilə 3-ü dəyişməliyik. Çünki birinci verilən nümunədə hərçənd bağlayıcısı var. Budaq birinci, baş ikinci gəlib. İkinci verilən nümunədə isə 2 bağlayıcısı var. Zaman budaq cümləsi deyil, baş birinci, budaq ikinci gəlib. Ona görə 3 yazılmalıdır bura, bir də bura yazılmalıdır. Cavab olar C. 8.
Cümlə hansı ifadə ilə başlasa, tire işarəsindən istifadə edilməz. Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası, Qırğızstan Respublikası, Türk dövlətləri təşkilatında üzv olan dövlətlər Şuşada tədbir keçirir. Baxsaz, Türk dövlətləri təşkilatında üzv olan dövlətlər. Burada nə var? Ümumiləşdirici sözümüz var. Əgər cümlə ümumiləşdirici sözlə başlayası olsa, yəni 4 ilə rəqəmlənmiş nümunə ilə başlayası olsa, o zaman biz tirini atırıq. Cümlə bununla başlayanda ümumiləşdirici söz əvvəldə gələndə artıq tiriyə ehtiyac qalmır. Ümumiləşdirici söz əvvəldə gələndə qoşa nöqtə qoya bilərik maksimum. Nə istəsə onu verirlər. Nəyi istəsə onu verirlər mənasında. Nə sual əvəzliyi, onu şəxs əvəzliyidir. Hər ikisi təsiri yaldadır və hər ikisi də tamamlıq rolundadır. Buna görə cavab olar 1, 3 və 4-də verilən nümunə. Onu əvəzlik qəlibdə, əvəzlik qəlib mürəkkəb cümlənin komponentlərini əlaqələndirmir. Adlı qalan sualına cavab verir. Nə sual əvəzliyidir? Sual əvəzliyi suala cavab vermir. Onu isə adlı qalanı yox, təsiri yanan sualına cavab verir. 10. sual. Cümlənin tərkibindəki sözlərin heç birinin morfoloji xüsusiyyətinə aid deyil. Quruluşca düzəltmədir. Pislik, yaxşılıq, mükafatlandırılmaq. Bunlar hər biri düzəltmə sözlərdir. Yazının tərəfçisi fərqlənir. Hamısının pislik, yaxşılıqla mükafatlandırılmamalıdır. Ona görə getdi. İnkarlı deyillə düzələ bilər. Malı feilin vacib şəkildir. İnkarlı deyillə düzələ bilərsən. Kökü feildir. Heç birinin kökü feil deyil. Burada sözün kökü sifətdir. Bu ikisində. Burada da mükafat ismidir. Feildən düzəlibdir. Mükafatlandırmaqdan mükafatlandırılmaq feili yaranır. 11. Yerinə görə sadə və ya düzəltmə feil hesab edilə. Bişərmiş. Bunu düzəltmə düşünəcəyimiz bir variantımız yoxdur. Eləcə də közərməz sözü sadə ola bilməz. Ər leksikdir. Mıinkar, əz-zaman. Aşırdı söz ola bilər. Vurğunu sona salsaq, məsələn, külək ağacı aşırdı. Bir də nəsə yolun ortasını aşır idi mənasında. Yarırmış, sadə sözdür, düzürdü, sadə sözdür. İfadə vasitəsinə görə xitablardan biri digərlərindən fərqlənir. Bax, adı verilən yardım edənlər mürəkkəb feili. Qalanlar isə mahnı oxuyanlar, bizi xilas edənlər, yarışda qalib olanlar, konsertdə çıxış edənlər bu artıq feili sifət tərkibidir. 13. Verilən atalar sözündə hansı sözün əsasında ədəbi dilin hər 3 normasının pozulduğunu müəyyən etmək mümkündür. Təklikdə şərrə dostu, bax, şərrə sözü yox. Təklikdə şərrə sözü olaraq yerində düz işlənməyib. Çünki həm birinci söz səhv yazılıb, həm şərrə feilli cümlənin əvvəlinə gəlib qrammatik normanı pozulub, həm də söz olaraq məna cəhətdən yerində uyğun işlənməyib. Ona görə həm leksik, həm qrammatik, həm də fonetik normanı poza bilir və cavab olur elə B-da verilən fikir. 14. Uyğunsuzluq istəyir bizdən. Əziyyət çəkəcək ifadəsi var. Burada da çox danışmaq var. Biri məstər tərkibidir, biri isə frazeoloji birləşmədir. Biz də uyğunsuzluğu axtarmalıyıq. Sintaktik əlaqənin yalnız əsas tərəfidir, yanlışdır. Ömür boyu ifadəsi zərflikdir. Bunu özünə tabi edib əsas tərəf olur, amma qənaət sahibi olmayanda mübtədadır. Xəbər mübtədəyə tabi olur, həm də aslı tərəf olmuş olur. Təsviflənən feillə ifadə olunmuşdur. Əziyyət çəkmə ifadəsi təsviflənən feildir. Burada bir sıxıntı yoxdur. Məstərlə ifadə olunub, səhvdir. Məstər tərkibi ilə ifadə olunub. Feili birləşmə ilə ifadə olunmuşdur, doğrudur. Sadə feillə ifadə olunub, xeyr. Feili birləşmə ilə ifadə olunubdur. 15. Tərkibində tamamlıq olmayan cümlə hansıdır? İnsan öz məğlubiyyətini etiraf edənəcə məğlub olmur. Məğlub olmur. Kim? İnsan, nə vaxtacan? Hamısı bir yerdə zərflidir. Heç nə bilməyən heç nəyə şübhə etmir. Şübhə etmir. Nəyə? Burada tamamlığımız var. Bizə olmayan lazım idi. Cavanlığın özü gedir, qocalığın özü gəlir. Bunlar sadəcə mübtəda xəbərdən ibarət olan cümlələrdir. Burada tamamlıq yoxdur. Gülümsəməyi bacaran adamın hesabı da düz olar. Düz olar nə? Adamın hesabı hansı adamın gülümsəməyi bacaran? Cavab 1, 3, 4 olar. İnsanın gülərüzlüyü qəbləri açardır. Açardır nəyə? Qəbləri. Burada tamamlamız var. 16. İfadəsinin mənasına uyğun düzgün izah tapmaq lazımdır. Gözü dörd olmaq, diqqətlə baxmaq, nəyəsə köklənmək mənasındadır. Gecəni gündüzə qatmaq, bu çox çalışmaq, dayanmadan işləməyə çalışmaq mənasındadır. Hansı sözlər söz cümlə kimi işlənə bilməz? Ədatdır, nidadır və modal sözlərimiz var. Bunlar söz cümlə kimi işlənə bilər. Əhsən nidası, bəli ədatı və əlbəttə modal sözü söz cümlə kimi işlənə bilir. Amma xeyir sözü, bu xeyir ədatı ilə qatma, fərqli şeylərdir. Xeyirdir, çalışmaqda güvənir, bunlar söz cümlə kimi işlənmək olmur. Cavab 1, 5, 6. 18. Cümlə ilə bağlı doğru fikir hansıdır? Bilmək, irəlini görmək, irəlini görə bilmək isə güclü olmaq deməkdir. Xəbərin bir sözü ixtisar olunan bərabər hüquqlu cümlədir. Bilmək, irəlini görmək deməkdir. Baxsan, birinci nümunədə həmin o demək sözü ixtisar olunmuşdur. Və bu cümlədə tabisiz mürəkkəb cümlədir. Həmcins xəbərlərdən birinin sözü ixtisar olunan sadə cümlədir. Xeyr, mürəkkəb cümlədir. Bütün üzvlər feillə ifadə olunub. Xeyr,
İrəlini görə bilmək. Məsələn, bu məstər tərkibidir. Güclü olmaq deməkdir, məstər tərkibidir. Tərkibi 200-dən ibarət olan mürəkkəb cümlədir, sadə cümlə deyil. Komponentləri yalnız intonasiya ilə əlaqələnən tabisi mürəkkəb cümlədir. Xeyr, burada hissə bağlayıcısı var. 19. Nümunənin tərkibindəki əlavə ilə bağlı yanlış fikir. Söz birləşməsinə ifadə olunub. Xeyr. Əlavə bax bu. Trenin sağında gələn isimlə ifadə olunmuşdur. Konkret isimdir çempion sözü. Qələbə qazanan şəxs mənasında. Tire işarəsindən əvvəl işlənib, xeyr, tire işarəsindən sonra işlənmişdir və mübtədanın mənasını aydınlaşdırmağa təbii ki, xidmət etmir. Çünki əlavə mübtədanın əlavəsi deyil, tamamlığın əlavəsi xeyr olan mübtədanın mənasını aydınlaşdırmış olar. Demək cavab olmalıdır. Yanlışlar dediyinə görə 1-dən 3-də verilən nümunə. 20. Hansı cümlədə ardıcıl gələn ilk iki cümlə üzvü bir-birinə sintaktik əlaqəyə girmir? Sualın şərtinə diqqətli bax. İlk iki söz demir. İlk iki cümlə üzvü deyir. Firavan yaşayır cəmiyyət. Hansı cəmiyyət? Elm və təhsildən bəhrələnməyə bacaran. Təyin mübtəda əlaqədədir. Batmaz. Nə? Həqiqət, nə də suda. Təyinlə tamamlıq, daha doğrusu tamamlıqla mübtəda sintaktik əlaqədə olmur. Ona görə cavab olur B. Onun nəticəsidir. Nə? İşin mükafatı. Yaxşı. Təyinlə mübtəda yenə sintaktik əlaqədə var. Var. Qələbənin atası. Mübtəda xəbər sintaktik əlaqədədir. Adam mübtəda, mübarizə aparanda təyin rolundadır. Bunlar sintaktik əlaqədə olur. 21. Cümlədən üstündə rəqəm yazılmış sözlər çıxarırsa nə müşahidə olunur? Bax, üstündə rəqəm yazılan, ikinci tərəfdə olan bu sözlər çıxarırsa, bu cümlə olacaqdır həmcins xəbərli cümlə. Hal-hazırda tabisiz mürəkkəb cümlədir. 3 dənə sadə cümlə birləşib deyə 3 qrammatik əsası var. Onları çıxardarsan qalacaq 1 qrammatik əsas. Yəni qrammatik əsas azalacaq və cümlənin quruluşu dəyişəcək. Sadə cümləyə keçmiş olacaq. Köməkçi qısaların düzgün ardıcılığını. Biz həqiqəti yalnız ağlımız ilə dərk etmirik, ürəyimiz ilə də duyuruq. Ədad qoşma bağlayıcı. 23. Sintaktik dəli təyin mübtəda təyin xəbər sxeminə uyğun gələn cümləni istəyir bizdən. Həqiqətlər deyir, həqiqətlər sadə, ali. Təəssüf ki, təyin mübtəda təyin xəbər kimi təhlil etdiyimiz bir cümlə strukturudur. Natiqin gözəl danışığı sağlam düşüncənin ifadəsidir. Natiqin danışığı mübtəda, görsən mübtədanın təyini yoxdur. 2 addım getdi. Tərbiyədir, nümunə, yaxşı sözlərdə təyindir. Böyük vədlər etibarı azaldır. Azaldır nəyi? Etibarı. Bu tamamlıqdır. Atdın kənara. 24. Tünd qara hərflərlə yazılan sözlərin hamısı üçün eynidir. Bunların hər biri hal-hazırda fikir versən, qeyri-müəyyən təsiri yaldadır və qeyri-müəyyən təsiri yalan nə sualına cavab verərək həmin o, necə deyim, çaşdırıcı məsələni hamısını atıb kənara. Məsəl üçün, şəhər var, məkan bildirir, hara sualımı verim, körpə sifətdir, nə sualım, bu kimi suallar artıq səni çaşdırmaqdan kənara qoymuş olur. Sən onun qeyri-müəyyən təsiri olduğunu tutan kimi bütün hər şey qaydasına düşür ki, qeyri-müəyyən təsiri yalnız nə sualı var? Demək ki, bunlar nə sualına cavab verirlər? Qeyri-müəyyən təsiri cümlə özünün ifadə rolundadırsa, o zaman tamamlıq rolunda olacaq və hamısı da quruşdadır, çünki sözlə ifadə olunur. İkinci dərəcəli üzdülər və heç biri də baş sözlərdən biri deyil. Hansı cümlədə də şəkilçinin ixtisarı həmcə sözlərlə bağlıdır? Yazıcı demək istədiyini deməməlidir, yazmalıdır. Burada hər ikisi yazıcı ilə bağlıdır, həmcins xəbərlərlə bağlıdır. Dünyada ən asan şey dedikodu eləməkdir, ən çətin şey özünü dərk etməkdir. Bu mürəkkəb cümlədir. Asandır söz vermək, çətindir yerinə yetirmək. Bu da mürəkkəb cümlədir. Düzlüyü və doğruluğu, mənsubiyyət, həmcins demək, daha doğrusu üzr istəyirəm, təsiri yox. Düzlüyü və doğruluğu öyrədin. Nəyi öyrədin? Təsiri şəkisi ixtisar edilmişdir. Xoşbəxtlikdən və sevgidən çox zəhmət çəkənlər bəhrələnirlər. Burada hal şəkisi ixtisar edilmişdir. 1, 4, 5. Hansı sözlərdəki sahitlərin hamısı açıq, incə dodaqlanmayandır? Əmtəl sözündə əlinin biri düşür, bir ödəyir. Yeganə sözü, ələk sözü və başqa nə var? Məəttəl var, seyrək, döngə sözlərimiz var. Bizə lazımdır ki, hamısı açıq olsun. Aşağı yuxarı hamısında açıq sahitləri görə bilirsən. Amma bunun yanında səndən nə istəyir? İncə də istəyir. İncə istədiyinə görə artıq burada işlərin qaydasına düşür. Çünki yeganə sözünə baxası olsan, burada A var, qalın səsdir. Bunu çox rahat şəkildə atacaqsan kənara. Daha sonra döngə sözündə nə deyildi sənə? Dodaqlanmayan deyir, döngə də ona görə pozulmuş olur. Çünki orada dodaqlanan var. Bunları çıxan kimi cavab 1, 2, 3, 6 rahat şəkildə qala bilir. 27. Zərf olmasa da zərfliyin ifadə vasitəsi olsun. Dünən sözü zərfdir və zərflik də ola bilir. Sonra Qarabağda sözü və dayanar dayanmaz. Bunlar ifadələrin hər ikisi zərf deyil.
Dayanar dayanmaz feili bağlama Qarabağ isimdir və hər iki zərfli ola bilər. Sonra bunlar getdi. Dalbadal sözü zərfdir. Çalışır sözü feildir. Təsvirlənən feildir deyə zərfin ifadə vasitəsi olmur. Belə, ümumi bu qədər.